Yarandığı vaxtdan bugünədək Yaşad Fondunun büdcəsindən 93 milyon 622 min 394 manat vəsait xərclənib. Yaşad Fondunun rəhbəri Elvin Hüseynov 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 120 şəhid övladı ilə bağlı fond tərəfindən həyata keçirilən Onlar bizə əmanətdir layihəsində də danışıb. Qeyd edib ki, yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1000 manat məbləğində maddi yardım edilib. Günə qədər 120 şəhid övladı dünyaya gəlib, həm vətən müharibəsindən sonra, həm antiterror əməliyyatlarından sonra dünyaya gələn şəhid övladlarıdır ki, biz onların hər birinin adına müvafiq bankda 5000 manat depozit yerləşdirdik ki, həmin şəxslər müvafiq müstəqil həyata qədəm qoyana qədər oradakı vəsait artan faizlə şəxsin hesabında yığılacaq və şəxs müstəqil həyata qədəm qoyanda o kapitalı çıxardacaq.